Deyir, baba nəvəyə bağışladığı evi geri istəyir. Nəvə isə razı deyil. Və baba nəvəni məhkəməyə verir. Məhkəmə evə həbs qoyur və babanın iddiasını da rədd edir. Eləcə də apellyasiya məhkəməsi rədd edir. Həbsi götürmək üçün nəvə məhkəməyə ərizə ilə müraciət edir. Məhkəmənin qərarı ilə baba notariusda hansısa sənədə imza atmalıdır, lakin atmır. Ev yenə də həbsdə qalıb. Baba dünyasını dəyişdikdən sonra həbs götürüləcəkmi? Orada əslində çox maraqlı bir nüans oldu. Əgər babanın iddiası rədd olunubsa və apellyasiya tərəfindən də həmin qərar qüvvədə saxlanılıbsa, artıq həmin şəxs, belə deyim də nəvə, məhkəməyə müraciət eləməlidir, ayrıca həbsin götürülməsinə dair ərizə təqdim etməlidir və bu halda məhkəmə qərar qəbul edir həbsin götürülməsinə dair və həmin məhkəmə qərardadır, yəni məcbur şəkildə icra olunur. Orada artıq babanın imzası və yaxud da digər şəxsin imzasına ehtiyac qalmır. Ya nəyinəsə orada qarışdırılır məsələ. Yəni orada babanın ölümünü belə deyim də gözləməyə ehtiyac yoxdur qanunla. Babanın ölümünü gözləmədən də məhkəməyə rəsmi şəkildə ərizə ilə müraciət edir, həbsin götürülməsini təmin etdirmək mümkündür. Çünki babanın iddiası rədd olunubsa və apellyasiya tərəfindən də qüvvədə saxlanılırsa, bu artıq bir mənalı məsələdir və məhkəmə həbsin götürülməyində artıq qüvvədə olan məhkəmə qərarlarına baxacaqdır. Ola bilsin orada bir dənə nüans ola bilər. Ola bilsin ki, nəvə o əmlakı satmaq istəyir və baba da həmin evdə qeydiyyatdadır. Bu artıq başqa bir sualdır. Baba həmin evdə qeydiyyatdadırsa, onun artıq həbsdə olduğuna falan yox, sırf həmin evdə babanın qeydiyyatda olduğuna görə yəqin ki, notarius babanın razılığını tələb eləyir. Bununla bağlı şəxsin nə hüququ var, nəvənin nə hüququ var? Nəvə müraciət edə bilər babanın qeydiyyatdan çıxarılması üçün. Və bağışlama müqaviləsinə əsas götürəcəkləri və o qüvvədə olan məhkəmə qərarlarına əsas götürəcəklər. Hətta babanı orada, yəni çox təəssüf ki, indi orada belə deyim də görünür ki, yaşlı şəxsdir, amma yəni qanun onu deyir ki, onu qeydiyyatdan çıxarılması mümkündür və qeydiyyatdan çıxardıqdan sonra artıq heç babanın razılığı olmadan da əmlakı sata bilər, əgər şəxsin problemi odur. Çünki ona oxşadı.